mən sizi də bütün həmkarlarımı da qarşıdan gələn Konstitusiya günü və Milli Dirçəliş Günü münasibətilə təbrik edirəm. Qısaca iki məsələyə toxunacağım. Birinci, hörmətli Eldar müəllimdən soruşmaq istəyirəm. Yəni, qanun layihəsində dəyişikliklər ümumiyyətlə Eldar müəllim komitəsi işlədiyi bütün sənədlər həmişə mükəmməl olubdur. Burada 3 maddənin 75-ci, 76-cı, bir də 77-ci maddənin ləğv olunması o mənanı vermir ki, məsələn, burada düşürü göstərilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən ağac kol bitkiləri torpaq qoruyucu, su tənzimləyici və s. bu funksiya daşıyan yerlər var. Yamaclar vardır, sürüşmələrin qarşısı almağına bağlı olan salınmış hissələr vardır. Son vaxtlar görürük, elə yerlər var ki, ağacları qırıqdılar, yollar çökür, sınır, sürüşür, sürüşmə əraziləri yaranır və s. Bunların çıxarılması həmin o tipli əkilən sahələrdə kolların, ağacların qırılmasına səbəb ola bilər, yoxsa yox. Bəlkə bir başqa qanunda, bir başqa yerdə bu məqam göstərilir, mənim nəzərimdən qaça bilər. Bir bu suala cavab istəyirəm. Dünən biz televiziyada izlədik, Yasamal rayonunda bir ərazidə 40 ağacı bir gecədə kəsibdilər. Yəni, belə hərəkətlər olursa biz burada qanunda indi dəyişikdən əvvəl də göstərilir, böyük cərimələr var. Ölçü götürmək lazımdır. Yəni, bu cür hərəkətlər edirlər, şəhərin ortasında bir dənə məhəllədə bina tikirlər. Tikinti haqqında olan qanunlarda da başqa məsələdə göstərilir ki, bir tikinti olanda orada bir idman meydançası olmalıdır, uşaq bağçası olmalıdır, istirahət yeri olmalıdır. Bu salınmır. Bir adam gəlib bir bina tikəndə də 50-40 ağacı birdən-birə kəsirsə, o şey deyir ki, şəhər saldıqsa, bir məhəllə saldıqsa kənarda salaq. Prezidentin sərəncamları var, geniş imkanlar yaradıbdır. Köhnə binaların tikilməsi ilə sökülüb yerində tikilməsinə bağlı çox ciddi güzəştlər vardır. Mən hesab edirəm ki, yeri gəlmişsə buna toxundum. Belə adamlar çox ağır cəzalandırılmalıdır və bizim burada səsləndiyimiz fikirlər də burada qalmamalıdır. Mən, Oktay müəllim, sizin o iş prinsiplərinizi, o necə qurmuşsunuz, xaricdən işləmək, daxildə nazirliklə işləmək, bunlar hamısını çox yüksək qiymətləndirəm. Bir dəfə də mən təklif eləmişdim. Mümkünsə burada o səslənən fikirləri mən bilirəm, bunlar qərar deyirlər, qətnamə deyirlər. Amma onları bəlkə bir ümumiləşdirib müvafiq strukturlara göndərək ki, bu parlamentdə bu fikir səslənibdir. Bu nazirliklər bu fikirləri nəzərə alsınlar. Deputatların burada elə gözəl təkliflər olur ki, çox gözəl təkliflərdən başqa da iradlar olur. Onlar aradan qaldırılsın. Mütləq baş verən hadisələrə qanunla, qərarla yanaşmazlar ki, bizim parlament üzvləri hakimiyyətin yuxarı elitasına, olimpinə aşağı əhali arasında körpüdürlər. Cəmaətdən işləyən deputatlar onların əhval-ruhiyyəsini bilirlər, təkliflərini bilirlər, çatışmayan məsələləri bilirlər. Mən icari məsələlər yazılmışdıq, məsələn, anlaşılmazlıq oldu, tablo gecəyandı, orada toxunacaqdım. Məsəl üçün, qazla bağlı olaraq yeni tikilən binalara qaz verirlər və o qaz verən strukturlar gəlib 500 manata orada sərvət quraşdırmalıdır. Amma qanunun 9-cu maddəsində göstərir ki, bunlar pulsuz qoyulmalıdır. Sonraki növbəti yoxlanmada belə pulsuz olmalıdır. Əgər istehlakçı özü istəyərsə bir şeylər ora baxılsın, onda pul ödənməlidir. Bunu mən yer gəlmişən dedim. Yəni, mən hesab edirəm ki, çox yaxşı olar ki, burada olan təşrifləri müvafiq strukturlara çatdıraq ki, müvafiq ölçü götürsün, həm də biraz məsuliyyətləri olsun. Hər şey prezident eləməlidir ki, bu məmurlara meydan verilibdir. Qanunlarımız, mükəmməl qanunlarımız var. Azərbaycan qanunlarında mükəmməl qanunlar mən görmürəm. Hər şey göstərilibdir. Əmin eləmirlər. Biz hələ köhnə qanunda göstərib ağacından kəsilməsinə bağlı olaraq. Yenisində də var. Dünən Yasamalda 40 ağacı birdən kəsilə bilməklədir. Belə şey olmaz ki. Təşəkkür edirəm.